Hər vaxtınız xeyir olsun, dəyərli, gözəl insanlar. Bu günləri 6-cı serinin suallarına baxırıq. 6-cı seridə La vie quotidienne en France var, yəni Fransada gündəlik həyat. Baxaq görək nələrdən danışır. Azərbaycan hissəsinə əsas baxırıq. Deyir ki, demək, Fransada gündəlik həyat müəyyən qaydalar üzərində qurulubdur. Yaşayışdır, iş, səhiyyə, nəqliyyat, dövlət qurumları ilə münasibət və ictimai həyat. Sonra da deyir ki, vətəndaşlıq imtahanı aşağıdakıları yoxlayır. Gündəlik həyatın necə təşkil olunduğunu, əsas qaydaların nələr olduğunu, ictimai və şəxsi məkanda necə düzgün davranış qaydalar vardı və s. və ilaxır. Sonra da aşağıda mini fiş de preparasyon vardı. Hazırlıq üçün. Deyir ki, demək, qaydalara əmək etmək birgə yaşayışı asanlaşdırır, dövlət xidmətləri qaydalarla işləyir, qanunlarla işləyir, yəni yaşayış və əmək qanunla tənzimlənir. Səhiyyə və təhsil mühüm hüquqlardır. Nəzakət və hörmət gündəlik həyatda vacibdir. Baxaq görək, neçə dənə suala baxırdıq həmişə, yadımdan çıxıb 5 dənə suala baxırdıq. İlk sualımız budur ki, en France, le respect des règles de la vie quotidienne permet. Fransada gündəlik həyatdakı qaydalara hörmət eləmək nəyə icazə verir? A variantı le désordre, qayda qanunsuzluğa, yəni pərakəndəliyə. B variantı les conflits, konfliktə. C variantı le vivre ensemble, birlikdə yaşayışa. D variantı exclusion, exclusion dışlanma deməkdir. Burada məntiqli olaraq C variantı olacaqdır, le vivre ensemble. Pardon. Da bir də gedib cavablara tək-tək baxmayacağım. Bu günləri vaxtımızı səmərəli istifadə eləyək. Həm seri 6-nı eləyək, həm də seri 7-ni eləyək. Sonra da sualların cavablarını hamısını birlikdə oxuyarıq. 5 sual buradan oxuyacağım, 5 sualda seri 7-dən oxuyacağım. İkinci suala baxırıq. Dans un immeuble, le respect du voisinage implique. Deyir ki, bir binada qonşuluq, yəni qonşuluğu yaxşı eləmək, qonşulara hörmət eləmək nə etməyimizi məcbur qılır, belə deyək də, türklər demişik. Yəni, biz əgər yaxşı qonşuluq eləmək istəyiriksə, nə etməliyik də, bunu demək istəyir. A variantı, faire du bruit à toute heure. Hər saat səs-küy salmaq. B variantı, ignorer les autres. Digərlərinə fikir verməmək. C variantı, respecter les règles de tranquillité. Sakitçilik qaydalarına riayət eləmək. D variantı, décider seul des règles. Ağlına nə gəlirsə, yəni ağlına nə gəlirsə onu eləmək. Hərfi tərcüməsi də odur ki, qaydaları öz kafana görə qərarlaşdırmaq. Burada da təbii ki, məntiqlə cavab C variantıdır. Respecter les règles de tranquillité. Sakitçilik qaydalarına riayət eləmək. Üçüncü suala baxırıq. En France, pour travailler légalement, il faut. Fransada qanuni olaraq işləmək üçün nəyə ehtiyacımız var? A variantı, une autorisation familiale. Ailənin verdiyi bir icazəyə. B variantı, respecter le droit du travail. İş hüququna hörmət eləmək. C variantı, l'accord du voisinage. Qonşuların icazəsi. D variantı, une autorisation religieuse. Dini icazə. Burada əlbəttə ki, B variantı olacaqdır. Respecter le droit du travail. İş hüququna hörmət eləmək. Yəni, iş hüququnda içərisində müəyyən sənət sünnətlər var da, əsas yəni budur. Respecter le droit du travail. Dördüncü suala baxırıq. Le logement en France est. Fransada evlərin qaydası necədir? Evlər necə olur? Ev deyəndə buna tam olaraq nə deyirik Azərbaycanca? İqamətgah. Bəli, Fransada iqamətgah necə olur? A variantı, sans règle. Qayda qanunsuz. B variantı,
géré uniquement par le propriétaire. Sadəcə evin sahibi tərəfindən idarə edilir. C variantı encadré par la loi. Qanunla çərçivələndirilir. Yəni qısacası qanuna tabedir. Bəli, qanuna tabedir və D variantı décidé par la mairie uniquement. Sadəcə bələdiyyə tərəfindən idarə edilir. Qərarlaşdırılır. Təbii ki, burada C variantı olacaqdı. Encadré par la loi. Fransadakı iqamətgahları qanun idarə edir. 5-ci suala baxırıq. Accès aux soins en France repose sur. Fransada səhiyyədən yararlanmaq nəyə tabe olur? Yəni səhiyyədən, yəni səhiyyə qısacası və yaxud da mənim səhiyyə olan çıxışım nəyə tabedir? A variantı la richesse, zənginliyə tabedir. Yəni əgər zənginəmsə birbaşa eləyə bilərəm, səhiyyə çıxışım var. B variantı l'origine. L'origine şeydir. Nə deyirlər ona Azərbaycanca? Kök. Yəni əgər mənim köküm tutaq ki türkdürsə və misal deyirəm də, tutaq ki yararlana bilmərəm səhiyyədən. C variantı un système de protection sociale. Sosial qoruma sisteminə tabedir və D variantı la religion, din. Təbii ki, burada C variantı olacaqdı. Un système de protection sociale, sosial qoruma sisteminə tabedir. Yəni mən zəngin də olsam, sonra köküm hər hansı başqa bir millət də olsa, hər hansı dinim də fərqli olsa, yəni əsas olan onlar deyil, əsas odur ki, Fransada bir sistem vardı. Sistem de protection sosial. Vaxtdan yaxşı səmərəli istifadə elədik 7-ci dəqiqədəyik. İndi 5 sualı bitirdik burada. İndi keçirik 6-cı seridən 5 dənə sual oxuyacağıq. 7-ci seridən 5 dənə sual oxuyacağıq. 7-ci seri bu onların cavablarıdır. Bunun cavablarına sonra baxarıq. Zaten cavabları dedim də sizə. 7-ci seri. École, travail et santé. Məktəb, iş və səhiyyə. Baxaq görək nə deyir. Təhsil müəyyən yaşa qədər məcburidir. Əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək müqaviləsi işçi və işə götürəni qoruyur. Səhiyyə əsas hüquqdur və sosial müdafiə tibbi xidmətlərə çıxışı təmin edir. O bayaqlar dedi proteksiyon sosial. Həmin o şey sosial müdafiə deməkdir. Sosial müdafiə. 5 dənə sual oxuyaq. Birinci sualımız. En France, l'école est Fransada məktəb necədir? Fakultative. Seçimə bağlıdır. Yəni fakultativdir. İstərsən gedərsən, istərsən getməzsən. B variantı réservé aux citoyens. Fransada yaşayan vətəndaşlara sadəcə aiddir. C variantı obligatoire jusqu'à un certain âge. Müəyyən bir yaşa qədər məcburidir və D variantı payante pour tous. Hər kəs üçün pulludur. Təbii ki, burada C variantı olacaqdı. Obligatoire jusqu'à un certain âge. Yəni milliyyətindən asılı olmayaraq, pulundan asılı olmayaraq müəyyən bir yaşa qədər məktəb hamı üçün məcburidir. İkinci suala baxırıq. L'obligation scolaire concerne. Məktəbin məcburiliyi kimə aiddir? A variantı uniquement les garçons, sadəcə oğlanlar. B variantı uniquement les filles, sadəcə qızlar. C variantı tous les enfants, bütün uşaqlar. D variantı uniquement les citoyens, sadəcə vətəndaşlar. Təbii ki, burada C variantı olacaqdı. Qız olsun, oğlan olsun. Ondan sonra milliyyəti nə olur olsun, Fransada yaşayan hər bir uşaq məcburi olaraq məktəbə getməlidir. C variantı tous les enfants, bütün uşaqlar. Üçüncü sual. L'école en France a pour mission principale de. Fransadakı məktəbin əsas missiyası nədir? A variantı former uniquement pour le travail. İnsanları sadəcə iş həyatına hazırlamaq. B variantı transmettre des connaissances et des valeurs. Biliklər və dəyərlər
Aşılamaq. C variantı remplacer la famille. Ailəni əvəz eləmək. D variantı sélectionner les élèves. Tələbələri seçmək. Təbii ki, burada B variantı olacaqdır. Transmettre des connaissances et des valeurs. Dəyərlər və biliklər aşılamaqdır məktəbin Fransadakı məqsədi, missiyası. Dördüncü suala baxırıq. Pour travailler légalement en France, il faut Fransada qanuni olaraq yaşamaq üçün nə lazımdır? Bu sualı bayaqlarda vermişdik. Hatırlayırsınız, eyni sualda biraz dəyişiblər. A variantı, une autorisation familiale. Ailədən icazə. B variantı, un contrat de travail conforme à la loi. Qanunlara uyğun olan bir iş müqaviləsi. C variantı, une autorisation religieuse. Dini icazə. D variantı, l'accord des collègues. Kollegaların icazəsi. Təbii ki, burada B variantı olacaqdır. Qanunlara uyğun olan bir iş müqaviləsi olmalıdır. Yəni, iş müqaviləsi olmadan işləyə bilməzsən. Beşinci suala baxırıq. Le contrat de travail sert à. İş müqaviləsi nə işə yarayır? A variantı, remplacer la loi. Qanunu əvəzləməyə yarayır. B variantı, définir les droits et obligations. Hüquqları və vəzifələri təyin eləməyə yarayır. C variantı, imposer des règles personnelles, şəxsi qaydaları dayatmaq, məcbur eləmək yəni. D variantı, supprimer les protections. Sosial müdafiəni silməyə yarayır. Təbii ki, burada B variantı olacaqdır. Définir les droits et obligations. Vəzifələri və hüquq və vəzifələri təyin etməyə yarayır. Çünki bu kontraktin içərisində həm sizin hüquqlarınız vardı, həm də sizin vəzifələriniz vardı. Bu da ona yarayır. Sürətli getdik, 7-cini də bitirdik. İndi 2 dənə də situasyon, mise en situation sualına baxaq. Mise en situation sualları elə biləm axırdadır. Tapsaq sürətli. Demək, mündəricata gedək. Mündəricat hardadır mündəricat? Aha. Yaxşı. Aha. Mise en situation. Demək, neçə dənəsini eləmişdik? 5, 10 dənəsini eləmişdik də elə bilirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənəsini eləmişdik. İndi 4 dənəsini eləyəcəyik. Yaxşı, birinci suala baxırıq. Un désaccord survient lors d'une réunion associative. Que faites-vous? Deyir ki, ictimai birlik, yəni ictimai birlik deyəndə assosiasiyanı nəzərdə tutur. Deyir ki, ictimai birlikdə bir anlaşılmazlıq olur, bir razılığa gəlməmək vəziyyəti olur da, razılaşa bilmirsiniz. Onda nə edəcəksiniz? A variantı, imposer votre opinion, öz fikrinizi dayatacaqsınız. B variantı, quitter en colère, əsəbləşib çıxacaqsınız oradan. C variantı, échanger dans le respect, hörmət çərçivəsində mübadilə edəcəksiniz. D variantı, créer un conflit, konflikt yaradacaqsınız. Əlbəttə ki, burada məntiqlə götürürük. Échanger dans le respect olacaqdır təbii. Hörmət çərçivəsində mübadilə eləyəcəyik. Yəni ki, öz fikrimizi orada dayata bilmərik, əsəbləşib çıxa bilmərik və orada konflikt yarada bilmərik. Hörmət çərçivəsində danışmalıyıq. 12-ci suala baxırıq. Vous constatez une erreur dans une décision administrative vous concernant. Que faites-vous? Deyir ki, sizə inzibati bir qərar gəlibdir və o qərarda siz bir səhv aşkarlayırsınız, onda necə davranacaqsınız? A variantı, accepter sans rien dire. Heç bir şey demədən qəbul edəcəksiniz. Bunu mən sizə deyim, xatırlayırsınız. Bəzilərinizin nikah şəhadətnaməsidir, nə bilim, titre de séjourdur və s. Bax, onun üzərində yanlışlıqlar olur. Və çoxumuz sırf qorxduğumuz üçün accepter sans rien dire eləyirik. Heç nə demədən qəbul eləyirik ki, dövlətdir də, yazıbdır. Elə olmaz yəni. Tamam, accepter sans rien dire. B variantı, menacer, təhdid eləyəcəyik. Təbii ki də bu da olmaz. C variantı, demander une rectification par les voies légales. Qanuni yollarla o səhvin düzəldilməsini ən düzgünü C variantıdır.
13-cü suala baxırıq. Vous voulez exprimer une opinion politique ou pouvez-vous le faire librement? Deyir ki, siz öz fikrinizi bir siyasi fikrinizi ifadə eləmək istəyirsiniz. Onu harda eləyə bilərsiniz? A variantı dans un service public en tant que agent. Sadəcə hansısa bir dövlət qurumunda məmur kimi eləyə bilərsiniz. Bu yanlışdır. Siyasi fikrini ifadə eləmək üçün məmur olmağa ehtiyac yoxdur. B variantı dans le respect de la loi et des règles. Qanunlar və qaydalar çərçivəsində. Qanunlar və qaydalar çərçivəsində deyəndə, yəni istədiyiniz yerdə siyasi fikrinizi ifadə edə bilərsiniz, amma qanunları və qaydaları bilmək məcburiyyətindəsiniz. Düzgün cavab B variantıdır. Və C variantı, en imposant votre opinion, öz fikrinizi dayataraq eləyə bilərsiniz. Yox, təbii ki, belə olmaz. Sadəcə fikrinizi ifadə eləyirsiniz. Dayatma haqqınız yoxdur. Və D variantı, en insultant, söyüş eləyərək, təbii ki də bu da olmaz. Məntiqlə başa düşürük ki, B variantıdır. 14-cü suala baxırıq. Vous êtes malade et vous ne pouvez pas travailler. Que devez-vous faire? Xəstələnibsiz və işləyə bilmirsiniz, nə etməlisiniz? A variantı, continuer sans rien dire. Heç bir şey demədən işləməyə davam eləmək. B variantı, informer votre employeur et consulter un médecin. Siz patronunuza məlumat verməlisiniz və həkimə getməlisiniz. Bu təbii ki, düzgün cavabdır. C variantı, abandonner votre emploi, işinizi tərk eləmək. Təbii ki də bu da olmaz. Və D variantı, travailler illégalement, qanunsuz olaraq işləmək. Təbii ki də bu da olmaz. Buradakı düzgün cavab B variantıdır. Xəstələnəndə həkimə gedirik, patronumuza deyirik ki, mən xəstələnmişəm. Belə dostlar, bu günləri 6-nı, 7-ni bitirdik. 3 dənə serimiz qalır. O 3 dənə serini də ümid edirəm bu həftə bitirərik. Ola bilər ki, 3-ünü də eyni vaxtda eləyərik ki, çox vaxt getməsin. Ondan sonra da mən sizə uğurlar arzu eləyəcəm və bir dənə də əlavə video çəkəcəm. Çünki bütün sualların hamısı zaten internet saytında, bütün mövzuların hamısı internet saytında verilibdir. O internet saytını sizlə paylaşacağım. Gələn dəfəki videolarda eyni zamanda da mənim kitabım vardı. Deskripsiyon bölümündən ala bilərsiniz. Həm mənə kömək, motivasyon olmuş olar, həm də ki, özünüz rahat bir şəkildə hazırlaşa bilərsiniz. O kitabı da almışdım. Gözləyin göstərim. Budur, bax, kitabın ilk nüsxəsini mən özüm üçün təbii çap elətdirib gətirmişəm. Belə bir kitabdır. Qəşəng qoxusu vardı. İçində də ki, bütün suallar və s. vardı. İnternet üzərindən ala bilərsiniz. Baxdığınız üçün təşəkkürlər oldu. Sağ olun, hələlik.